Elektron siqaret çəkmək, necə ki, adi siqaret çəkmək haramdır. Niyə görə? Çünki birinci insan özünə ziyan vurur. Həmçinin ətraf mühitə zərər vurur. Həm də ki, cibinə israfdır. Yəni, mənasız pulları xərcləyir. Heç bir orada mənası yoxdur. Bu üç dənə əsas səbəbdir. Burada da eyni şeydir. Yəni, burada da insan özünə ziyan vurur. O, bəlkə də adi siqaretdən də bağlıdır. Həmçinin orada da nikotin var. Yəni, o zərər verici maddə orada da var. Ona görə nəinki müsəlmanlar, hətta bir çox qeyri-müsəlman ölkələri bunu qadağan ediblər. Məsələn, Braziliya kimi, Avstraliya kimi, Kanada kimi və digər ölkələr yavaş-yavaş ona qoşulurlar, qadağan edirlər. Çünki görürlər ki, bu çox zərərlidir insan üçün. Çox zərərlidir. Ona görə müsəlman gərək belə şeylərdən uzaq olsun. Öz sağlamlığına baxsın, cəmaatı fikirləşsin, cəmaata ziyan verməsin. Və həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm deyir: "Lə darar və lə dirar." Ziyan vermək olmaz nə özünə, nə ətrafa. Həmçinin Allah Subhanahu taala deyir ki: "Və lə taqtulu enfusakum." Yəni həm özünüzü öldürməyin, həm öz səhhətinizə zərər verməyin ki, axırda ölməyəsiniz. Və lə tulqu bi aydikum ilə təhlükə. Allah Subhanahu başqa ayədə deyir ki, özünüzü təhlükəyə atmayın. Və bu kimi ayələr, hədislər və sahabilərin, alimlərin sözləri çoxdur. Və həmçinin öz necə deyilir, cibini qorusun. İsraf eləməsin, lazımlı şeylərə pul xərcləsin. Ona görə düzgün deyil. Allah da yaxşı bilir.